Deməliyəm ki, bu dikəni ki görürsünüz, 10 il bundan qabaq əhalinin dediyinə görə Doğu-Bərgədanı imiş, amma təsadüfə xatir bağlayıblar və yolu Doğu-Bərgədanı, xuruzunu tablo ki görürsünüz, onun bəğəlindən və körpünün altından veriblər. Bu məsirdə ki görürsünüz, həman dünənki məsirdir ki, Azər şəhridə və körpünün zirgözərində bir qeyri-usulü zirgözər və xuruzudur ki veriblər. Maşınlar buradan gedəndə sel rubərudan gəlibdir, üzbəyüzdən gəlibdir. Maşınları musafirləri ilə həm basıb aparıbdır, həmən o aşağı məntəqəyə və orada da mütəəssifanə ölümlərinə bais olubdur. Burada da sel macal vermədi bilələni. Gələn maşın getdi bir dəfə düşdü aşağıya, sel götdü apay. Bir dənə peykanvanet o da Allah tərəfə çıxdı işə və səlam. Neçə ildir bu zirgözər var burada? Təqribən 10 il, 12 il ola bilər.